müstəqilliyinin qorunub saxlanmasına təsir İyunun 22-sində Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxış Nərgiz Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov iştirak edib. Əvvəlcə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarına keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib. Baş hakim Urfan Sevdimaliyev yarışın gedişatı barədə ətraflı məlumat verib. Sonra turnirin baş hakimi Urfan Sevdimaliyev, hakimlər Əli Hüseynzadə və Ramilə Hüseynova təltif olunublar. Ardınca qaliblər mükafatlandırılıb. Birinci yerin sahibi Mir Salih Seyidov, ikinci yerin sahibi Yasin Əzimov və üçüncü yerin sahibi Nəsrin Babayeva təltif olunub. Yaş kateqoriyaları üzrə də qaliblər mükafatlandırılıb. Ən kiçik şahmatçılar Tuncay Behbudov və Dəniz Abbasbəyli, 8 yaş kateqoriyası üzrə Ayla Cəfərli, 10 yaş üzrə Məhəmməd Rıza, 12 yaş üzrə Rail Qasımlı, 14 yaş üzrə Lətif Muradlı, veteranlar arasında Adil Sevdimaliyev, qadınlar arasında isə Nigar Qəmbərli fərqləniblər. Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov və Naxış Nərgiz Məhdud Məsuliyyətli Cəmiyyətinin icrası direktoru Nüsrət Mehdiyev təqdim ediblər. 6 gün davam edən 15 iyun Milli Qurtuluş Günü həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri bu gün sona çatmışdır. Yarışımız İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilmişdir. Yarışda çox gərgin mübarizə, maraqlı oyunlarla yadda qalmışdır. Mən bu turnirlərin keçirilməsində dəstəyi olan təşkilatçılarımıza, hakimlərimizə sonsuz təşəkkürümü bildirirəm. Belə turnirlərimiz daim yeni istedadların yetişməsində, yeni şahmatçıların yetişməsində böyük rol olmuşdur. Və ümid edirəm ki, bundan sonra da belə yarışlarımız davam edəcək. Bundan sonra bütün şahmatçılara da bundan sonraki yarışlarda uğurlar arzulayıram. Bu turnirdə 9 turdan 8 xal yığdım, birinci yerə layiq görüldüm. Burada bəzi sətin rəqiblərim oldu ki, bunlara misal göstərsək, Əzimov, Yasin, Babayev, Nəsrin oldu ki, bunlarla heç nəticələndi oyunum. Ona görə də 7 oyunu qalib gəldim, 2 oyunu heçsi oldu. Bu yarışın təşkilatçılığına görə mənə keçən hər kəsə təşəkkürlər bildirirəm və gələcəkdə inşallah belə yarışda davam edər. Yarışda mən Əzimov Yasin və Seyidli Mirsali 3 favorit olaraq yarışa başladıq və bu şəkildə də yarışı bitirdik. Mən 3-cü yeri layiq görüldüm. Çətinlik çəkdiyim rəqiblərim elə Əzimov Yasin ilə Seyidli Mirsalih oldu. Mirsalih ilə heç elədim, amma Əzimov Yasinə uduzdum, amma yenə də digər oyunları qalib gəldiyim üçün 3-cü yerlə yarışda nəticə aldım. Sonda xatirə fotosu çəkdirilib. Əli Məmmədov, Təxminə Babayeva, Cavad Hüseynov, NTV Xəbər.